Bu işin professionalla məşğul olmağın bir neçə üstünlüyü var. Misal üçün, siz bu günləri elmlərdə 2 otaqlayıb satırsınız. Yəni, mən əmlakçı olaraq elmlər arasında 5 dənə, 6 dənə, 10 dənə müəyyən bir miqdarda real variantlarım var və ona uyğun real müştərim var. Ki, hansı ki onları göstərmişəm, bəyənməyib. Misal üçün, ola bilər sizin evi göstərsəm bəyənəsidir. Yəni, əlimdə müştəri bazası var. Amma qeyri-professionalların o müştəri bazası yoxdur əlimdə. Onlar gözləyirlər ki, hardansa Instagram, TikTok və yaxud da hardansa təzə bir müştəri tapsın, ona təklif eləsin. Amma bu əmlakçıya həvalə eləsəz, hazır müştəri bazasını 3 dənə, 5 dənə müştərisinə təklif eləyir ki, təzə bir bazara belə bir variant çıxıb, gedək baxaq. O da satış potensialını təbii ki, böyüdür. Hər kəsin Allah ruzusunu versin. Mən heç kimin işinə qarışmıram. Kim necə bacarır işləsin. Prosto bunu deməkdə məqsədim odur ki, misal üçün, mən onların işini görə bilmədiyim kimi, onlar da mənim kimi görə bilməz. Yəni, hər kəs öz işindən professional şəkildə məşğul olsa deyə yaxşıdır deyə düşünürəm.